Hədisdə var, İmam Sadiq ağa bir nəfərə bir miqdar pul verdi, dedi apar bunu ver filan kəsə, onun ehtiyacı var, çox kasıbdır. O da İmam Sadiqə qohumluğu çatırmış. Bu adam gətirdi, verdi, amma İmam dedi şərt budur ki, demə bunu İmam Sadiq göndərib. Gətirdi, verdi, dedi ki, bu pulu istəyirəm sənə verim, sənin ehtiyacın çoxdur, budur. Pulu götürdü, götürəndə dedi ki, sən məni heç tanıyırsan, dedi, yox. Dedi, amma İmam Sadiq bizim qohumumuzdur, heç mənə kömək eləmir. Görsən, amma sən məni tanımırsan, gəlmirsən, mənə kömək edirsən. Halbuki pulu göndərən İmam Sadiqdir. Onlar problemi həll edirlər. Özlərini nümayiş elətdirmirlər. Biz özümüzü nümayiş elətdirmək üçün hətta problem də yaradarıq. Qoy bir dənə problem yaransın, gözləyərik hətta o problem biraz da çox böyüsün. Sonra mən gəlim o nicat verən kimi o problemi həll eləyim ki, niyə burada problem həll eləmək idi qəsdin? Yox, özünü nümayiş elətdirəcəkdi.